oldu. 3. 3 doğuşunuz oldu. Size sallanma hem ön divarda var. Buna deyilir sidik hissə sallanması. Hem arxa divarda var. Buna deyilir rektasiya, düz bağırsaq sallanması. Nədir sizin şikayətləriniz? Şikayətlər necə olur? Şikayətlərim bu görürsünüz də. Estetik olarak görürəm, bəli. Epizotomi eləyiblər, doğuş vaxtı o kəsik düzgün bərpa olmayıbdı. Bunu əməliyyatda düzəldəcəm. Aha, bir de genişlik hissiyatı var. Əlaqə zamanı hava səsləri eşidirsən, bəli. Ona görə mən vaginoplastikaya gələn pasientlara deyirəm ki, müayinə edək mütləq qaydada. Müayinə mütləqdir. Hər kəsə fərdi yanaşmaq lazımdır. Hamının problemləri eyni olmur. İndi hər doğan qadında da bu problemlər olmur, amma əsasən ikinci doğuşdan sonra çox rastlanır. Birinci doğuşda o qədər belə cırılmalar, genişlənmələr olmur. Amma sizi kəsiblər amma. Birincidə tikiblər, birinci doğuşdan sonra kəsiblər. Belə olublar, elə. Pis tikibdir. Arxaya kimi gedir, görürsünüz. Bu dikişi bizi düzgün eləmədiklərinə görə görürsünüz aralıqla sizin vaginanın arası açıqdır. Ona görə də düz bağırsağınızda olan bütün infeksiyalar asanlıqla vaginaya keçir. Ona görə tez-tez sizdə vaginit olur, düzdür? İltihab gəlir. Sağ olun. Bir de babası var. Babasilimiz də var, bəli babasilimiz də var. Böyükdür üstə. Eləyə bilər əməliyyat zaman.